Salam, hər vaxtınız xeyir olsun, dəyərli müştərilərimiz, xoş gördük sizləri. Sizlərə bu günləri Masazır dairəsinə çox yaxın bir məsafədə 2 mərtəbə, 4 otaqlı, tam paket kupça, torpağın da, evin də kupçası olan sizlərə 2 mərtəbə, 4 otaqlı həyət evi təqdim edirəm. Geniş bir şəkildə evin ümumi üst fasadı və həyətyanı sahəsi ilə sizləri tanış edirəm. Həyətyanı sahə tarqov daşlarla örtülüb, mərkəzi giriş kanalizasiyasına kimi qoyulub, qazı suyu işığı çəkilib, hazır bir vəziyyətdədir. Gecə işıqlandırma üçün divarlara, plafonlarına kimi vurulub, padval sahəsinə keçid xodu və padval sahəsində ehtiyat su çəninə kimi qoyulub dəyərli dostlarımız. Ehtiyat su çənində sizlərə təqdim edirəm. İstilik sistemin xətti kombidir, qazı suyu işığı çəkilib, hazır bir vəziyyətdədir. 1 manat belə xərc tələb etmir. Al, köç, yaşadır. Mərkəzi giriş darvazasıdır. Həyətyanı sahəni sizlərə təqdim etdim. Tamet daşlarla örtülüb, kanalizasiya xəttinə kimi hazır bir vəziyyətdə. Bir daha evin ümumi fasadı ilə sizləri tanış edirəm. Damı paket şiferdir. Yataq otağından eyvan sahəsinə keçid etmək də mümkündür. 2 mərtəbə, 4 otaqlı, 160 kvadratdır. 160 kvadrat. Yerdən 3 daş kürsüdə yerləşir. Dəhliz sahəsidir. Dəhlizdən 2-ci mərtəbəyə qalxan pilləkənlər, dəhlizin baş tərəfində sanitar qovşaq yerləşir və dəhliz vasitəsilə otaqlara bölgülərdir. Solda yerləşir 1-ci mərtəbəyə məxsus olan çox böyük bir kvadrata malik qonaq otağı, şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır, TV stentin yerlərinə kimi qoyulub hazır vəziyyətdə. Polu taxta, taxtanın üstündən isə laminat vurulub dəyərli dostlarımız. Hər bir pəncərənin alt sahəsində istilik sisteminin xəttinə kimi çəkilib hazır bir vəziyyətdədir. İdeal iş görülüb. Mərtəbələr arası monolit beton, tavan sahə spot lampalarla işlənilib, 2-ci mərtəbəyə qalxan gözəl pilləkən və pilləkənlərin altında yerləşir kladovka. Artıq əşyalarınızı yığmaq mümkündür. Hamam tualetin və mətbəx sahəsinin. Hamam tualetin dəyərli dostlarımız. Hamam tualetin istilik sistemi istipoldur, kollektoru qoyulub, tam təchizat, bütün aksesuarlar yığılıb hazır bir vəziyyətdədir. Bu aksesuar 1-ci mərtəbənin sanitar qovşağına aiddir. Tam təchizatdır. Pol sahəsi istipoldur, tavan sahəsi laminatdır. Keçək mətbəx sahəsinə sizləri tanış edin. Böyük bir kvadrata malik mətbəx sahəsi var. Mətbəx meblinin yerləri, aksesuarların xətləri və istilik sisteminin xəttinə kimi çəkilib hazır bir vəziyyətdədir. Qalxağın 2-ci mərtəbə ilə də sizləri tanış edin. Dəhliz vasitəsində istilik sisteminin xəttinə kimi də qoyulub. Çox gözəl, qəşəng dizayn edilmiş ağ qaralı pilləkən